Onsuz da elini o knopkaya vurursan, tık 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 yazırsan, onu yaxşı yaz yesinler. Allah başına kubik tutmasın. Kesin Sen. sağ Herkese olsun. salam. Akşamınız xeyir olsun. Necəsiz? Keyfiniz, halınız yaxşı olsun. İnşallah yaxşı olasınız. Bizim bu xanımımızın bir iki cümləsi, bir iki sözü var. Bəzi izləyicilərimiz, onlar da bizim üçün əzizdirlər. Mənfi yazan da, xoş yazan da, xoşu qəbul eləyə bilirsə, minusu yazanları da qəbul eləməliyik. Çünki bu həyat, yəni sırf kimsə ideal deyə bir şey yoxdur. Yəni səhvimiz də ola bilər, yanlışımız da ola bilər. Nəysə düz eləyib, düz eləməyə də bilərik. Sadəcə onları da biz müsbət qarşılayırıq. Çünki hər bir yorum bizim üçün önəmlidir. Nəinki pis yazan, nəinki xoş yazan. Hörmətlə qarşı. Hörmətlə qarşılayırıq. Çünki bizim borcumuzdur. Çünki sizə görə biz varıq. Biz çəkirik, paylaşırıq. Siz baxırsınız, dəyərləndirirsiniz. Allah hamınızdan qat-qat razı olsun. Çox sağ olun, var olun. Müəyyən bir şeylər var ki, onların açıqlamasını verməlisiz. Çünki indiyə qədər yəqin ki, gözləyirdiniz ki, açıqlama verək. O açıqlamaları gözləyirsiniz bizdən. Onu da indi bizim bu günlərim evimizin xanımı, evimizin dəyərlisi, uşaqların anası, Alisanın nənəsi sizə bu günlərim o açıqlamanı verəcək və tam səmimi. Hə, dünənki qışqırtma barədə danışmaq istəyirik. Dünən yəni bu danışılmış bir şey idi. Yəni Nurlanla mənim aramda. Bunları tacir gözəl bilmirdi. Və onlar evə gələndə Nurlan o bir otaqda Alisan saxlayırdı. Nurlan orada gözələ demişdi. Amma tacir bilmirdi. Ona görə də gözəl çox da belə nətər deyim, həyəcan keçirtmədi. Amma tacir bilmirdi axı. Ona görə də sizə elə gəlməsin ki, ay gözəl soyuqqanlıdır, gözəl qaynanasına, qaynatasına hörmət eləmir. Yenə də deyirəm ki, buradan fikrimi bildirmək istəyirəm ki, gözəli biz gəlin kimi görməmişik. Yəni bunu bizi tanıyanlar bilir. Qızımız kimi istəyirik, axıra kimi də inşallah istəyərik. Yəni gözəl bəlkə də qıraqdan pis görünür, nətər deyim, çobut görünür, aqressiv görünür. Yəni Ya bir evin içində olmasan, o evdə yaşamasan, onu bilənməsən yəni, kim kimdir? Hansınız ananızla, hansınız atanızla, hansınız nəmin... Valla elə evlatlar var ki, ananın atanın üzünə elə çəmsilir ki, adam... Hə, yəni hər bir ailədə söz də olur, söhbət də olur. Şükür Allaha, mən şəxsən istəyərəm ki, mənim o biri gəlinim də elə gözəl xasiyyətli olsun. Buradan da eşidir Nərgiz. Hə, yəni gözəlin qəlbi çox təmizdir. Həqiqətən belə aramızda nə olsa da gözəl elə bir şey olmayıb. Ona görə də buradan o bəzi yorum yazanlara... Gözəlin ən müsbət xasiyyəti də odur ki, nəyisə tam ciddiyə, ailə içində, ailə içində nəyisə tam ciddiyə almır. Və bizi də gözəl gətirib burada zorla oturur danışdırmır. Yəni insanın içindən gəlməsə onu danışa bilməz zaten. Bəzi yorum yazanlara buradan bildirmək istəyirəm ki, ay insanlar, bəstirin. Hər kəsin ailə işinizə burnunuzu soxmayın. Valla bizim ailədə hər şey yaxşıdır, hər şey gözəldir. Demirəm biz ay sıf mehribanıq, bizdə söz olmur, söhbət olmur, bizdə söz də olur, söhbət də olur. Amma bir ana bala kimi, ay nəysə bir qaynana, gəlin kimi yox. Platformada denən gözəlin bu şeyləri açır, danışır, bizə çıxardır. Qaldı ki də bu günlərin bizi gözəli istəməyimiz, o özünü sevdiribdir, özünü istədibdir. İlk gündən o bizə özünü o qədər sevdirdi. Mənim qızım yoxdur deyə. Siz bizim mən bir anlıq hiss elədim ki, mən qız anasıyam. Bax Allaha and olsun deyirəm. Bizim sak qızımızı gözəl bilsən harda olmamışdı. Onu da qoy etiraf edeyim, ürəyində qalmasın. O sifdə bizi görən günü gözəl bizə papa mama göz demişdi. Papa, mama. Yani orada bizim zaten sak qızımıza uğramışdı. Biz orada bilirdik ki, gözəl bizim qızımız olacaq. Mən hətta birinci görüşdə, gözəli görməyə gedəndə, birinci görüşdə xəstə idim. Ora gedəndə, ne də o aşkım, boşuna dönüm. Ora gedəndə gözəlin, yəni o performansını deyim da, o hərəkətini gördük. Çıxanda, hətta mənə xanım dedi ki, sən burada nə gördün, nə? Mən dedim ki, heç nə. Yəni o uşaq tam, belə deyim da,
ailə istəyən bir uşaqdır da. Yəni mən Hə, onu sənə etiraf düzdür. eləmişdim ki, yəni gözəl ailə istəyir. Yoldaş istəyir, evlad istəyir. Yəni bunu mən ona demişdim hətta orada. Sən gözəlin evindən çıxıb gələndə nənəsi ilə qalırdı. Oradan çıxıb gələndə mən sözümü demişdim ki, gözəl yəni, sırf ailə istəyir da ki, bir həyat yoldaşı olsun, evi olsun, Məsələn, isti ocağı siz olsun. orada yazmaqla ki, ay gözəl, nə bilim, Nədir boş nə deyirəm ola? qaynatasına bunu Ola, dedi, ola qaynanasına bu bunu çiçək. dedi. Ya siz deməklə özünüzü Oğlum, yormuyor. çəsi. Nə bizim ailədə kiminsə fikri ilə durub oturmuruq. Nə Təbii ki, hər evin kiminsə özünün fikri fikri ilə var. durub oturmuruq. Yəni Nədir boş nə deyirəm? bizim içimizdə nədirsə odur. Onu hamı bilir Yox ki, ki, heç kim bizi kesindir, gözəldən boşuna ayıra demir. bilməz, nə də gözəli bizdən ayıra bilməz. Yəni biz özümüzdə bir-birimizi başa düşürük. Yəni o bizə xoşdur ki, o sözləri o deyir. Bizim evdə mən də Təbii ki, mən bir şey qəbul olanda eləməsəm, gözələ o deyirəm, gözəl deyə sənsən. O da mənə deyir, sənsən. Yəni, o şeyləri mən qəbul eləməsəm, gözəl olmaya deyə bilməz. Qaynata qaynanaya olmaz səy sözü demək. Amma axı biz onun qaynata kimi yəni qəbul eləməmişik ki. Biz onu qızımız kimi, evladımız kimi. İndi qayıdıb deyə də bilərlər ki, evlad da ataya səysən demir, amma o bizdə belə deyim də maraq doğurur o səysən, nə bilim, o bizdə daha da gözəl bizə hissədir. Gözəl mən səysən deməklə gör mən Gözəl səydirəm. bir 8 ay mənim yanımda olub. Mən gözəlin nənəsinə, İnan Allaha, nənəsinə yəni- seyrəm. Hə, Bunda o birinin demək deyil mi? yanı- Gözəlin nənəsinə seyrəm. Yalan demirəm Həriş də. ürəkdir. Bunu məni tanıyanlar bilir. Gözəl mənim yanımda 1 il 8 ay olub. Hə. Bu üstünə dönüm. Mən yəni qız ana bir qızı üçün nətər Çox. hər şey eləyir ki, mənim qızım sıxılmasın. Gözəl də sərbəst evdən çıxır. Yəni Nənə yanında bax, böyüyür. bir də bir şey vurğulayım mən uşaqlar. Bir də Sus qız. bax deyirsiniz ki, məsələn gözəlin anası da. Bax gözəlin anasının 4 dənə 3 nəvəsi var da. İndi Alisa'nın 4 dənədir. İndi deyirsiniz ki, gözəlin anasını yeyəcəm. Biz gözəlin anasını gedirik də, görürük də, yoluxuruq da. Lazım İşləyən olanda insandır. vaxtımızı ona da ayırırıq. Sadəcə işləyir. Yəni biraz nasazdır. Belə bir şeylər var ki, onlar burada demək olmur da. İndi o da qadındır, xəstədir, yaş. Yəni bu elə bir şeylər var ki, vallah onu etiraf edib demək olmur ki, bu belə deyil. Amma biz yenə əlaqədəyik, münasibətdəyik, görürük, gedirik. O gəlir. İndi onun anası müəyyən şeylər var. Onları çəkilişdə görmək istəmir özünü orada görmək falan belə şeylər. Yəni onu çəkmir. Yoxsa lazım olsa məsələn vallah mənə var ki, hamınız bilirsiniz ki, mən sözümü deyirəm, gedib onun evinin içində çəkərəm, deyirəm sən mənimlə paylaşılsın, belə olsun, elə olsun. Sadəcə bir dəfə mənə deyir ki, bu da istəmirəm də, yəni görünmək istəmirəm falan peşmaşam, biz də onu çəkmirik. Amma Alisa onun da nəvəsidir, onun da canıdır, onun da bir parçasıdır. Yəni elə bir şey yoxdur da. Vallah gözəlin xalaları gecə saat 12-də, 1-də, nə bilim 3-də, səhər tezdən hava ürəyi istəyir gəlirlər, görürlər. Yəni biz yenə deyirəm, onlar bizim qohumluq bağımızdır. Elə bir şey yoxdur. Biz gözəlin anası hanı, gözəlin nə bilim kimi hanı. Hamısı gəlirlər də gedirlər. Sadəcə görsənmirlər. Platformada yoxdular, belə deyim. Yəni platformada biz çıxmışıq üzdəyik, ona görə hər gün bizi görürsünüz, bəlkə də bezirsiniz. Yəni ona görə yoxdular. Yoxsa belə hamı da yanımızdadır, hamı da bizim üçün əzizdir. Gözəlin anası Şəhrabanu tacirin anasıdır. Gözəlin anası var. Niyə ki tacirin anası tacirə əzizsə, gözəlin anası da bizə əzizdir. Mən Elə bir şey yox. də etiraf eləyim. Bax Allaha and olsun, səmimi deyirəm. Vallah mən bu qapıya gəlirəm, Allaha and olsun. Elə bilirəm ki, yəni qızımın evinə gəlirəm. Vallah, bax burada nə zarafat yoxdur, nə rola girmək yoxdur. Deyirəm ki, gedim bu gün, tez gedim. Gözəl biraz yatsın. Gözəl uşağa tək baxıb, tək böyüdür, bilirsiniz də. Hə. Yəni ay oğlumun evidir, nə bilim şeydir, yox baxsın, nə bilim nəyimə lazımdır, yox. Allaha and olsun, deyirəm yox, bu gün tez gedim. Hər gün gəlirəm. Deyirəm yox, bu gün tez gəlim. Hə. Gözəl biraz yatsın, tacir biraz yatsın. Baxma da, yorğun olanda adam aqressiv olur. Baxmalı, kömək eləməliyik də bizim. Bizim hər şeyimiz yaxşıdır. Yəni nətər evdə münasibətimiz. Yəni biz kadra görə bu şeyləri eləyirik də belə deyək. Açıqlamanı belə verəcək. Yəni biz
siz biraz size hoş olsun. Biz bilmirdik ki size biraz minus olar, hoş olmayabilir. Ama biz bunları elirik ki size hoş olsun. Yani yayımız da Hələ siz devam məndən çox eləsin. şey gözləyin. Davam Hələ eləsin. nələr var, nələr. Ona göre yoksa belə vallahi biz her şey güzeldi bizim için. Hələ Her şey bunların başına əzizdir. çox oyun açaram. Her şey bizim için İzləmədə yaxşıdır. qalın. Görün nələr olacaq. Ona göre inşallah her şey güzel olacak. Güzel barədə İnşallah. heç neyden mənfi düşünmeyin. Çünkü mən ya Şəhrabanı icazə verməsə, onun için hoş olmasa, mənim için hoş olmasa, güzel zaten bunları çəkə bilməz, Valla paylaşa mən, bilməz. mən yenə də deyirəm, Bizə bir Allaha xoş and tutsa olsun. deməli, Tək onunla mən o paylaşın. biri gəlinim də gözəl kimi nətər deyim, uşağına bax belə baxsın, Yoldaşına, qaynanan, ailesine. qaynatan çox istəsin. Sonra dili acı ola bilər, amma Ay, şimdi ürəyi çox gəlin ocağa təmizdir, gəlir da. qəlbi çox Gəlin təmizdir. ocağa gəlir birincisi. Onu da deyim. Gəlin ocağa gəlir. Gözəl gəldi səndə uşağa qarşı münasibəti gördü, yoldaşa qarşı münasibəti gördü, valideynə qarşı münasibəti gördü. Bunların hamısını gözəl gəldi səndə görür. Yox söz yox, gözəlin ailəsi də hamısı bir-birinə bağlıdırlar. Onlarda da var idi şeylər. Yəni oradan çıxıb gəlib pis yerdən çıxıb gəlmir ki, deyəsən ki, orada davadalaşdı, evdən çıxıb gəlib bizdə xoş görür. Yox, orada da xoş münasibətdən çıxıb gəlmişdi. Bu da gəldi görür ki, hər şey gözəldir. Yəni gözəldə də o şeylər qaldı. İnşallah o birisi gəlinimiz də gözəl bir yerdən gələcək. Onun da ailəsi çox gözəldir, möhtəşəmdir. O da gələcək. Bizim ailə də möhtəşəm olduğu üçün gəlib o da bu ailəyə adaptasiya İnşallah. olacaq. Hər şey də gözəl olacaq. Yəni bir şey yoxdur. Yəni budur. Ana əziyyətlə, zulmla böyüdüb də, gözəl əslində çox da heç anasını o qədər də görmür. Çünki nənəsindən bağlı uşaq olubdu. Nənəsi ilə, xalası ilə böyüdü. Ya bu uşaq belə deyim də, ata hissini duymayıb da, atam mənə belə elədi, atam mənə elə elədi. Yəni uşaq bir güzgüdür. Evdə ailədə nə görürsə onu götürür. Yəni Gözəlin dediklərinə rəğmən deyirəm ki, yəni Gözəl ata sevgisi, ata qayğısı görmür. Gözəl mənim yanıma gələndə, mənim uşaqlarım da İlk dəfə Gözəl də. İlk dəfə mağazaya gedəndə Gözəl də, hə, mən gözləri hətta mənim özümü dolmuşdu. də ağlatdı ki, boynuma da sarıldı ki, İndiki baba mənə deyən mən olmamışdı, nə yəni istəyirsən? qız ata qız hər şeyini yaşamamışdım da sən mənə onu yaşatdın ki, qızım ürəyin nə istəyir, balam get ürəyin nə istəyir götür. Yəni bu şeyləri mən görməmişdim. Onları mən hətta özüm də körəldim mən oradakı. Yəni mən bunları yaşamamışam. Gözəl nənəsi ilə, xalaları ilə yaşayır, sağ olsunlar. Tərbiyəsi yerində, əxlaqı yerində. Allah şükür. Mənim yanıma gələndən sonra da mənim evimin əxlaqını da görüb, onu da görüb götürüb, hamısı üst-üstə pilusdur. Maşallah. Mən Bir sözlə maşallah. özüm özlüyümdə söz vermişəm özümə ki, nə qədər canımda can var, nə qədər sağam, mən heç bir vaxtı nətər deyim, gözəllik heç vaxt təhləmərəm. Hə, videomuz yarımçıq qaldı. Hə, mən özümə söz vermişəm, nə qədər canımda can var, nə qədər sağlamam, 2 evladım var və onların sevdiyi 2 qadın var. Onlar mənim qızım, evladlarım da mənim evladlarım. Nəvə də ki, nə qədər sağam, heç bir vaxtı yəni imkan vermərəm ki, onlar yorulsun, tükənsin. Nətər ki, ata evində nətər ki, sərbəst, nətər ki, nətər deyim, ürəkləri istəyən kimi yaşayıblar. Yenə də elə. Mənə məsələn gecə də desələr ki, gəl uşağı saxla, biz gedirik gəzməyə, mən bir dəfə uf demərəm da, qoy mənim balalarım xoşbəxt olsun. Yəni bunu səmimi deyirəm. Nə qədər də yenə də deyirəm, canımda can var. Belə də davam edirlər. Yox, indi platformada monitor arxasında bizi başqa cür görə bilərlər, belə başqa cür. Amma real həyatda o deyil. Yəni real həyatda o hansı ki yazan müştəri nə idi? Yazanlarımız var bizim izləyicilərimiz. O qədər müştərilərin izləyicilərimiz onların hər birisi, hansısa birisi gəlib bizim qapıdan içəri girib bizim real yaşadığımız həyatı da görə bilər. O mən yenə dedim, özünüzü yormayın ki, pis yorum yazaq. Hə də, Qaynana, qaynata görsün. əlbəttə onsuz da yorursan da, onu yaxşı yaz da, niyə pis yazırsan? Maraq ilə qaynana, qaynatalar ki, qonşu sözü ilə durub oturan, hə, həqiqətən düz deyirlər, gözəl bizə qarşı belədir. Yəni nə qədər desəz də. Yox, şükür Allaha, mənim ağlım da yerindədir, şükür Allah ağlı da yerindədir. Heç kim bizə yol göstərməyinə ehtiyac yoxdur. İndiyə kimi ailəmizi özümüz qurmuşuq, özümüz saxlamışıq. O mənfi yazanlar Ona görə var. də özünüzü yormayın. Hər şey bizdə yaxşıdır. O pis rəyləri də özünüzə saxlayın. Valla o mənfi yazanların hər birisi bizim əlaqə nömrəmiz var da.
bizlə sivyaza girə bilər, çıxa bilər ki, yəni biz onlarla danışa bilərik. Görək onların bizə o mənfini yazmaqda nəyi pis görürlər. O söz yox. Gözəlin o başası onları dedikdə biz açıqlamasını verdik ki, gözəl o hərəkəti niyə eləyir? Çünki biz onları qabaqcadan gözələ deyirik. Onu gözəl eləyir. Yəni deyilməsə olsa zaten gözəl tacıdan betər tullanardı mamasının üstünə ki, nə olur görəsən. Yəni siz elə onu yazanda elə fikirləşib yazırsınız ki, gözəl o qədər aqressiv, o qədər nə bilim belə kaprizli insandır ki, yəni arvad orada yıxılıb ölür, gözəl ona reaksiya vermir də. Yəni da bilmirəm baxdınız, diqqətlə baxdınız, baxmadınız. Gözəl gəldim mamasının yanına, tacir uzandı mamasının yanına şeyləndə gözəl Alisanı axtarmağa qaçdı. Orada mənə gördü ki, mən oradayım. Mən dedim ki, qızım şeydir də, yəni qışqırtma eləyir, narahat olma. Ondan sonra gözəl, yəni zaten gözəl oraya deyib abratla qayıdır danasının yanına ki, görüm nə olur. Yəni bunu biz bilirdik. Gözəl bilirdi, ona görə də reaksiyası o oldu. Yəni onu yazırsınız, valla bəlkə də bilib yazırsınız da. Bilirsiniz ki, bu bir qışqırtmadır. Orada nəsə var ki, gözəl o. Yəni elə bir qəddar insan olasan ki, sən orada arvad yıxılıbdır, ölübdür deyək ki, da ürəyə gedirsiniz, ona reaksiya verməsin. Yəni küçədə insan görəndə zaten hamımız reaksiya verir ona. Bu düzgün bir şey deyil, düzgün fikir deyil. Bir söz deyim, gözəl yəni uşağı olandan sonra bizlə biraz soyuq olub. Yoxsa gözəl biz rayona gedirdik, zəng eləyirdi. Hələ dünən gəlmişik, ağlayırdı ki, kövrəlirəm, ev boş görünür, çıxın gəlin. Yəni biraz Alisa onun belə deyək də vaxtını bizdən alıbdı. Yoxsa belə bizlə nəfəs alırdı, bizlə vaxtını keçirirdi. Yəni bizim deməyimiz o idi ki, yəni bunları artıq əksik yazırsınız. Elə bilirsiniz ki, gözəli bizdən soğudasınız. Biz gözəldən uzaqlaşacağıq, gözəli unudacağıq. Elə bir şey yoxdur. Gözəl bu evə giribsə, gözəl mənim evimə giribsə, mənim yanımdadırsa, atası deyib mənə sarılıbsa, məni özünə ata bilibsə, gözəl mənim yanımdadır. Yəni onu məndən ancaq ölüm ayrı bilər. Yəni o yorumlarınızı özünüzə saxla özünə də. Yəni bəlkə lazım oldu gələcəkdə özünə. Yəni özünüzü yormayın da. Yəni belə şeylərdən bizi soyuda bilməz. Yəni onlar bizim üçün kadrda çəkilən bir şeylərdir. Gözəl kimi gəlin istəməyənlər yox. Bax, sən deyirsən ki, gözəl kimi gəlin istəməyənlər nə bilim nə. Gözəl kimi gəlin gəlsin qapılarından içəri girsin. O bayaq deyirsən ki, gözəl kimi gəlin istəməyənlər. Yəni elə bir şey yox. Gözəl kimi bir gəlin gəlsin, onun qapısından içəri girsin. Ərinə sadiq olsun. Uşağını, gözəl kimi uşağa baxa bilərlər. Mən hər yerdə deyirəm ki, vallahi uşaqlar görürəm də, Allahın olsun. Deyirəm ki, o tək canına nə anasını qoymadı, nə məni mən hətta hər gün gəlirəm, dalaşıram gözəllə ki, ay valla o paltarı indi geymiş də. Mən burada olam 3 saat. 3 saatda Alisa 4 dəfə paltar dəyişib 5 dəfə çimir. Yəni onun kimi uşağa baxa bilməzsiniz heç biriniz. Heç bir qadın. Heç mən anam belə, öz dostluğuma anam belə gözəl kimi uşağa baxmayıbdı. Gəlsin otururum yanında gözəlin etiraf eləsin ki, baxmışam, baxmamışam. Yəni bu qaçılmazdır da. Mən gözümlə gördüyümü deyirəm. Yəni başını salım aşağı ailəsi ilə, uşağı iləndir, bizləndir. Özünüzü həqiqətən yormayın. O pis rəylərdən də özünüzü yormayın. Onsuz da əlini o knopkaya vurursan, tık 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 yazırsan, onu yaxşı yaz yesinlər. Allah başına kubik tullasın sənin. Başında fen partlasın. Onu yaxşı yerə yazdan, nə olar? Ölməyəsən. Evet arkadaşlar, bu benim qaynanamla qayntamın açıklamasıdır. Sen de buradasan. Bunu onlardan mən rica elədim. Niyə rica elədim? Heç bir şey öyrətməmişəm onlara. Sadəcə olaraq dedim ki, izləyicilərim mənə Buzlar Kraliçası, buzlar yox. Neydi o? Linçlər Kraliçası adı qoyub. Papaya dedim ki, papa mənə gələn səfər gəndə bir dənə tac alarsan. Çünki izləyicilərim mənə belə ad qoyub. Yəni məni linçləməyin. Çünki dediyim kimi, mən açıqlamada da bir yax yazmışdım ki, mən bu ailəyə 1 illik, 2 illik gəlməmişəm, ömürlük gəlmişəm və ömrümü onlara həsr eləmişəm. Allah hamımızın canı sağ eləsin və ömür boyda onlar mənim, necə ki tacirin valideynləridir, mənim də valideynlərimdir. Yəni bizim ailəyə görə narahat olmayın. Bizim ailədə, bizim aramızda çox gözəl sevgi də var, hörmət də var. Və bunlardan onlara rica elədim ki, bir açıqlama verin ki, bu izləyicilər pis yazanlara, yaxşı yazanlara canımız qurban. Elə pis yazanların da Allah canını sağ eləsin. Prosta yenə də açıqlama bizim elə fikirləşirəm ki, boynumun borcuydu və onlardan xahiş elədim. Ona görə bugünkü videomuz o gözəl xahiş elədi, xahiş elədi. Yəni ki, nə tər xahiş elədi? Yəni bunun açıqlamasını özünüz verin də, öz içinizdən nə gəlsə onu deyin. Gözəl mən senari yazıb qoymamışam qafama bunları danışasan. Yox. Yəni öz içindən gələni bir ata kimi, bir valideyn kimi öz içindən gələn və sözümüz yarımçıq qaldı. Sözüm yarımçıq qaldı. Mənə lazımdır saat 1-in yarısında gəlib burada oturub gözəl barəsində yaxşı şeylər danışacağım. Gözəl hardan yaxşı olur? Gözəl bizi
Ya bu danışık. Suna vermişəm uşağı. Demişəm əziyyət çəkin, açıqlama verin çünki məni Ya linçləyirlər. bak uşaqlar valla ya bu danışık valla danışıram ağzım elə. Ya bu danışıqlarımız hamısı fərziyyələri idi. Ay uşaqlar, bax. Ha, gözəl bizə qanundur. Gözəl bizə həyat Bir də verir. izlə. İnanırsınız, mənə deyir ki, mama səhər gəl. Bax eləyirlər ki, saat 12-də mən qapıdan çıxmalıyam. Deyirəm, hə yaxşı. Duram saat 10-da burada oluram ki, bu hazırlaşana eləyən uşağı saxlayım. İşləyirəm, mən əziyyət çəkirəm. İnanırsınız, gözəl yatır. Ay gözəl getmirsiniz. Saat Uşaqlar, 2-də nəysə, durur deyir uzaq- ki, yox, mən söhbət- gedəsi olmadım. Tamam, söhbəti uzatma. Yəni ay millət, əzizlərim, dəyərlilərimiz, bizi bura gözəl zorla otuzdurub. Papa. Bizə gözəl zorla otuzdu deyir ki, məni tərifləyin. Mən lazımdır gözəl beton üstündə otuzlarda gözəl təriflər. Bu arada Beyazdan Neyse, Alisa'yla təbii ki- oyun oynayırlar. Təbii ki bir zarafatdır. Gözəl həqiqətən bizim evin kraliçasıdır. O tac deyirsə, o tacı da inşallah gətirib onun başına taxacam. Bəli. Bundan öz sonra əlimlə- babası mən tac alır zarafatsız. öz əlimlə gətirib o sabah o tacı taxacam onun başına ki, yəni bilin ki, həqiqətən Arada də tac qoydu sən atasının dəyərlisi və baş tacıdır. Gözəl. Siz elə bir monitor arxasından baxırsınız ki, gözəl elə belə siz gözəlin içinə girin, gözəlin içinin gözəlliyini daha yəni içinə girəndən sonra bilərsiniz ki, kimdir. Bir dəqiqə şən kapak fotoğrafı verin. Bir-birinizə baxın, değil mi? Arkadaşlar, bugünkü videomuz da bu olsun. Ümid edirəm bu videodan sonra bizə artıq əski sözlər yazmarsınız. Son olaraq Allah hər birinizin ürəyinə görə versin. Amin. Bu videona siz baxanda bu səfər papa incimə məndən qışqırtmanı sənə istəyirlər. Bax bütün izləyicilər Eləyin yazır mənə, ki, amma bir dənə mənə bizən nə eləmə. O çöp zat qoyma stoluna da, nə bilim. Bir də izləyicilərə demək istəyirəm ki, vallah səmimi deyirəm, Allah and olsun. Allah mənə qız yetirib. Bax Allaha and olsun. Bunu yəni bax nə səhv fərq desəm o list tutuşacaq Yox, təfəkkürlərlə deyirəm. Allaha and olsun. Sən tərəfdədir. Məni tanıyanlar Ben son boş bilir. veriyor. Allah mənə bir qız verdi. İndi oldu 2 qız. O da aynı Sonra səfər. 3 qız olacaq. Bəli. Sonra da davamını onu Allah bilər. Arkadaşlar, videomuzu bəyəndinizsə, Yorum yazıb, Like. like atıb, abunə olmağı zaten unutmazsınız bilirik. Abunə olun. Öpürük sizləri, nə yaxşı varmısınız. və növbəti qışqırtmamız Yine. papaya. Ama bir daha xahiş edirəm, o zubadit qazanıb. Qəlb tutaq qəlb. Kalbinə tən tuturlar. Bye bye. Buradan da baxırıq ha sizə.